Sığınacak oyuncak, sığınacak kalacak oyuncak. Deyirlər ki sığınacak kalacak oyuncak. Salam, 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 salam. Salamlasayla mənim olduğu kimi bu oyun podkastımızın 6-cı seriyasıdır. Və bugünkü seriyamızda biz az önce ifa olunan mahnı, daha doğrusu mahnının götürdüyü musiqinin kinonun adı ilə bağlıdır. Qeyd edim ki, mahnını oxuyur Dəyirman Qrup, mahnının orijinalını oxuyur Dəyirman Qrup, mahnının adı isə oyuncaqdır. Mahnının musiqisi isə Zeto kinosundan götürülmüşdür. Zeto kinosuna baxmayan insan yəqin ki çox azdır. Baxmanlara baxmağı məsləhət görərdim. Bəli, bugünkü mövzumuz toylar haqqındadır. Toylar və qadınlar haqqındadır. Bu toylarda israfçılıq haqqında, toyların bahalığı haqqında danışmaq istəmirəm. Bəli, toy qadının ağ geyimine və qırmızı lentasına görə onun namusunu, qeyrətini ifa edib və bütün hamının qarşısında şahidlik edir ki, bu öz namusu qeyrəti ilə ərəbinə köçmüşdür və həmçində bu bəy və gəlinin atası anası üçün qeyd edilən restoranın bahalığına, ucuzluğuna, keçirilən toyun şənliyinin dərəcəsinə görə ondan şan şöhrətini artırır və gələn dəvət olunan qonaqların və ifa edən müğənnilərin reytinginə görə də həmçinin də ailənin keçirdiyi toy və ailənin öz nüfusunu bildirir. Mən mövzum isə bunların, tamam aşqadaşım, siz toya getməyə bilərsiniz, toya gedə bilərsiniz. Ola bilər ki, toyda azışda gələsiniz. Mənim sizdən heç bir şeyim yoxdur. Yəni, əgər toy və ümumiyyətlə sünnət toyunu bəyənmirsinizsə, mənim sizdən heç bir şeyim yoxdur. Sünnət toyunu, qardaş, bəyənməyə bilərsən. Böyük toyun, amma bəy və iştirakçı olan toyu mütləq şəkildə bəyənməlisən. O, getməyə bəyənmə başqa bir şeydir, amma toyun özünün, məhz özünü, keçirilməsini mütləqliyini bəyənməlisən. Bəli, toy mütləq keçirilməlidir. Niyə? Tutaq ki, bir oğlan, digər bir oğlana bacısını cinsel əlaqədə olmağına təklif edir. Və yaxud cinsel əlaqədə olduğunu və yaxud o bu gün axşam olacağını deyir. Oğlan nə edir? Dolaşar, döyər, bəlkə də öldürər. Düzdür? Düzdür. Amma oğlan biləndə ki, axşam, gecə bunun bacısı ilə cinsel əlaqədə olacaq. Bu toyda bir oynanır ki, bir şənlənmə, ki, bir sevmə, sevinir ki, digər gözünə gələsin. Demək, qeyrət və namus toydan asılıdır. Əgər bəy həmin toy günü, yox, digər bir günlərdə gəlib desə ki, gəlib sənin bugün bacınla cinsel əlaqədə olacağım, aləm qarşıya dava düşər. Amma toy olduğu üçün bu normal hala çevrilir. Yəni toy qeyrət və namusdur. Və yaxud bir insan desə ki, mən sənin ananla cinsel əlaqədə olmuşam. Onun necə baxarsınız? Dalaşarsınız, döyərsiniz, öldürərsiniz, ailəmi dağıdarsınız, qatarsınız bir-birinə. Amma fakt bilirsiniz ki, sizin atanız ananıza cinsel əlaqədə olub. Bu faktdır. Bu fakt olmasa, siz dünyada gəlmiş olmazdınız. Bəs bunu necə rahatlıqla qəbul edilir? Toya görə. Demək, toy namus və qeyrətdir. Toy olmasa, qalan bütün hallarda əvvəlçiliklərin, bacı, ana söhbətlərinə, cinsel söhbətlərinə pis baxardıq. Sırf toy olduğu üçün biz bunlara normal baxırıq. Toylara normal baxmaq olar, amma video kasetdən normal baxmaq olmur. Elə bil qadın qadındır, gəlin qadındır, bir də var gəlin qadın Pro Max'dır. Yəni elə bir insan, elə bir qadın ola bilməz. Real həyatda elə bir qadın yoxdur. Yəni bu heç vaxt yəqin ki, bir də heç vaxt belə bir bəzənmək olmayacaq. Bir baldız da düzdür bəzənir və gəlinin xalası da bəzənir, amma gəlini o vəzə sallar ki, o tanınmaz bir hala çevirir. Yəqin ki, qarşına çıxıbdır bu kimi hallar ki, toydan əvvəl makyaj, makyajdan sonra və belə. Bu dəhşətdir. Və mənim o oğlanlara yazığım gəlir ki, və təəssüflənirəm ki, o toy günü, daha doğrusu ki, gəlini seçəndə hansı bir şəkilən seçir, orada gözəl görsək görünür, cəmi bir dəfə, iki dəfə haradasa görüşürlər, orada makyajla görür və toy günü də bunu görür, vurulur və gelir toy axşamı bu kimi maskasını görür sifətini, deyir, bu nə dəhşətdir, mən hara düşdüm, bu kimdir belə, mənim yanımda oturan gəlin isə bu kimdir?
Bu gəlin isə mənim oturan toy vaxtı. O kim idi? Hə, belə bir hallar rastlaşa bilirsən. İndi mənim qadınlara da bir neçə məsləhətim var. Çalışın, özünüzü tam şəkildə necə varsa elə də göstərin. Amma bunu kişilərdən istəyin. Kişilər bunu bacarmayacaq. Yəni kişilər bunu bacarmayacaq ta ki onlu siz 3 il, 4 il evli olma kimi. Bəzən nişanlı aldan müəyyən qədər özünün oğlan ifşa eləyir, bəzən isə 3 il, 4 il çəkir bu. Amma tam ifşa olmağı, yəni bu evliliyin bacı-qardaş mərhələsinə keçməyi və onu özünü tam ifşa eləməyi hardasa 3-4 ildən sonra, bəzi ailələrdə 5 ildən sonra olur. Amma onunla kimi bütün ailələrdə bacı-qardaş münasibətinə keçməyə artıq reallaşmış olur. İndi mən sizə bir neçə sir verəcəm ki, bunlara görə siz öyrənəsiniz ki, oğlanın sizə yaxınlaşmağın məqsədi nədir və ciddidir və yox ciddi deyil. Deyirəm, əgər oğlan sizə tərif deyirsə, oğlan sizə baxıb gülürsə, Facebookda, WhatsAppda, statuslarda, Instagramda, TikTokda sizin şəkilləri arzu bəyənirsə, sizinlə dost olmağını təklif edirsə, sizə hər hansı bir şeydə köməkliyini əksilmirsə, hər birinin öz səbəbi vardır. Məsələn, başdan bir də sayıram. Şəkillərini bəyənirsə, sizinlə yatmaq istəyir. Sizə baxıb gülürsə, sizdən yatmaq istəyir. Dost olmaq istəyirsə, sizdən yatmaq istəyir. Sizə kömək edirsə, köməkliyini əksilmirsə, sizdən yatmaq istəyir. Tərif deyirsə, sizdən yatmaq istəyir. Hətta köhnə sevgiliniz qayıdırsa və yaxud həyat yoldaşınız qayıdırsa, bunun özünün məqsədi var ki, sizdən yatmaq istəyir. Hətta bunu qeyd edim ki, əgər bir oğlan sizinlə evlənmək istəyirsə, o sizdən yatmaq istəyir. Mən bəzən qadınları başa bilmirəm ki, deyirlər ki, bizim haqqımızda niyə ancaq seks haqqında fikirləşsən? Təbii ki, bu ana, bacı, övlad, söhbətlər çıxar. Yəni ki, söhbət kişi və qadın, təxminən eyni yaşda olan kişi və qadın bir-birinə qarşı olan istərdir ki, hansının ki, qadın tərəf ümid verir ki, sonu toyla bitəcək və yaxud xoşbəxtliklə bitəcək ən azı. Qardaş, ay bacı, ay qardaş, bax, mən toyuğa baxanda nə görürəm? Toyuğu baxanda onu nə görə bilərəm mən? Ya qırıl görürəm, ya dönər görürəm də. Yaxşı, qoyunu görəndə görürəm. Qoyunu görəndə mən ya xaş görürəm, ya lülə görürəm, ya tikə görürəm. Qoyuna baxıb mən nə görə bilərəm başqa? Qoyun üstü oturmaq görə bilərəm, yoxsa qoyunu özümü yastıq düzəltmək görə bilərəm diri-diri formasında. Yürümən demirəm, diri-diri formasında. Və yaxud qoyunu özümlə gəzdirmək, heyvan kimi gəzdirmək fikirləşə bilərəm. Qoyunu görəndə, insan nə fikirləşər? Xaş fikirləşər, kebab fikirləşər, tikə fikirləşər, çığırtma fikirləşər, belə. Toyuq da həmçinin. Toyuğu fikirləşən ev heyvan kimi saxlamaq olmaz ki, evin içini saxlayasan, yaxud beyin boyun ipaqlayıb yol boyu gəzdirəsən. Qadın elə bir şeydir. Sizə qoyunla və yaxud toyuqla müqayisə eləmirəm, amma yəni məqsəd budur. Tutaq ki, siz tütəyə görüb nə fikirləşə bilərsiniz? Tütəklə qulaq təmizləsiniz, yəni başqa bir şey eləyirsiniz. Tütəyə görəndə onu ifa eləməyə yada düşürsə, qadını görəndə əlbəttə ki, seks yada düşməlidir. Bu mütləq ki, belədir. Az və yaxud çox. Amma bu mütləq ki, belədir. Ta ki, kişi evlənmə kimi, məqsədinə çatan kimi də sizin nazınızla, tuzunuzla oynasıdır. Deyim, təxminən sevgililik 3 il çəkir. 3 ildən sonra nisbətən sevgi olur, amma kişilər adətən ayrılmaq istəmirlər. Açıq deyirəm, kişilər heç vaxt qadından ayrılmaq istəmirlər. Bunun səbəbi öyrəşmək ola bilər, həyata rahatlıq ola bilər. Kişilər tez-tez həyat tərzini dəyişmək sevmirlər. Sarışsana boşansın, yenisindən evlənsə bilir, problem sevmir bunu. Yaxud təzdən övlad olsun, övlada təzdən yenidən pampers daşının bunları sevmir. Oğlan kişi bunları sevmir. Kişi sevər ki, siz onun yanında oturasınız, onun dedilən əməz eləyəsiniz, az çox nazından oynasınız, yeməyini pişirəsiniz, uşağına baxasınız. O da bəzən bezəndə, yorulanda çıxar kənarda bir iki dənə şuloqluq xırda, şuloqluq eləyə, qayda, gələ. Kişi qadını yataq salmaq üçün şişir. Məsəl üçün, biz sizə qeyrat gələ bilər, məsələn, dağlar dərən var, kərəm var, səhraya düşən məcnunumuz var. Bunlar hər şey eləyərlər ki,
ta ki onunla yatsın. Məsələn, mənim elədiyim ən böyük fədakarlıqlardan biri budinlik qrup gecə saat 2-yə 3-ə budinlik qrup qıza mesaj yazmaq olub ki, səndən də darıxmışam, məsələn, çox istəyirəm, yata bilmirəm, amma faktı ki, xor-xor yatmışam, mesaj da hazır qoymuşam, gecə 2-3 tam eləmirəm ki, şübhəli olmasın. Deyək ki, 4-ə 12 dəqiqə işləmiş, 3-ə 8 dəqiqə qalmış mesajlar atılırdı. Ta ki, bu SMS vaxtından belə olub, indi artıq biraz performans zəifliyib, artıq məndə 40-a yaxın yaşım çatmaqdadır. Bir də qadınlarda problemdir. Məsələn, kişilər dediyim kimi sevir, evlənir, qadın evləndikdən sonra qadın yemək pişirir, qadın bir balaca çəkisini artırır, uşağa süd verir və bundan daha az qayğısına qalmağa başlayır. Süd verdiyi üçün və yaxud evdar həyat keçirdiyi üçün o dekret vaxtında çəkisi artır, evdə Aytonun görüşlərdə makyaj gördüyü halda evdə makyajsız görür və nisbətində qadın yaşlanır. Qadın kişiyə nisbətən daha tez yaşlanır. Bunu da açıq etiraf edeyim. Siz də qadınlar bilin. Siz öz yaşlınız kişilərdən nisbətən yaşlı görsənirsiniz. O orta statistik belədir. Kişilər necə edirlər? Atmırlar, eləmirlər. Amma çarə olaraq da xırda şuluqluqlar eləyirlər, bəzən tuturlar və çox vaxt tutulmurlar. Mən xəyanət eləməyən azdan kişisi olduğunu inanmıram. Yoxdur. Bir də qadınlar var. Təsəvvür edin ki, oğlanlar dediyim kimi çölləri səhlə düşürməlsin olurlar, dağ dəlirlər, onu eləyirlər, bunu eləyirlər. Qadınlar da tutaq ki, ata validinlə dalaşır. Tutaq ki, birisi oğlu bunu sevir, yox, tutaq ki, birisi oğlu bunu evlənmək istəyir, evdə dava salır, ata ilə bibinin arasını vurur, ata ilə dalaşır, qapını çırpır, ora, bura, aləm qarışdırır bir-birinə, hamıyla qohumlarla küslü olur, zorla zora toy olur, bəzən evi hədələ ki, özüm öldürərəm, şimdi bu aləmi qatır, sevdiyinə oğlana ərəvə gedir. Və toy axşamı gəlir. Kişi şalvarı aşağı salır, penis cəmi 7-8 cm, məşğulluq, sekslə məşğulluqsa 7-8 saniyə oldu. Dəyərim idi. Yaşında bu qarda qadının çıxışanı nə ola bilər? Bu qədər əziyyət, bu qədər zəhmət, bu qədər istirab, bu qədər ailələri bir-birinə vurmaq, göz yaşı, ağlamaq 7-8 santiyə görə idi. Bəs burada qadın çıxışı olur. Normaldir, yəni kişilərə şükür ki, yəni kişilər bu prosesləri alınmasa belə, kənardan əsilbə, qadınlar eləsə isə, düzdür, mənim fikrimdir, şəxsi fikrimdir, qadının elədiyi, kişinin elədiyi hərəkətin eyni qiymət verilməlidir. Amma cəmiyyət olaraq bunu belə eləmirlər. Qadına daha çox məzəmmət töhmət edirlər ki, nəinki kişilərə. Bir də qadınlar sual verirlər ki, niyə mən? Niyə sən deyim də sən niyəsən? Çünki sən cavab yazmısan, çünki sən yaxınlaşında cavab vermişsən. Çünki mamasına sənə söz göndərir, bacısına sənə söz göndərir, sən qəbulləmişsən, atan-anan razılaşıbdır. İndi açıq danışaq da. İndi mənim dövrümün öz gözəl qadınları vardı. Mən ki, televizora baxmadığım üçün gözəl qadınları, aktrisaları, sizin tanıya biləcəyiniz aktrisaları deyə bilmərəm. Mənim öz dövrümdən 7-8 il əvvəl mən Suboyla vaxtlarında, 10 il əvvəl Suboyla vaxtında Berin Saat vardı, Tuğba Büyüküstün var idi. Onlar 40'a yaxın yaşları var mənim kimi. Yəni bu mənim dövrümün ən tanınmış, ən gözəl xanımları idi ki, bu Türk teleseriallarının Azərbaycan gəldiyi yeni vaxtlarından məşhur olan aktrisalar idi. Təsəvvür edin ki, bir tərəfdən məşhur olmayan, tutaq ki, Tuğba Büyüküstün adlı bir qadın, Azərbaycan qadındır. Adı Tuğba deyil. Təranə Böyük Ağayevadır. Bir tərəfdə o da bir tərəfdə sizsiniz. Siz oğlum hansı seçər? Səmimi olaq ki, benim saat seçilər, yoxsa siz seçilərsiniz. Yəni, en yaşlı olsanız, en yaşlı təbət ki, demirəm, 40 yaşlı, 16 yaşında demirəm. İkiniz də tutaq ki, 23-24 yaşındasınız, 25 yaşındasınız, bilməm neçə yaşında evlənmişsiniz, alət görmüşsünüz. O yaşdasınız, bilməm neçə yaşında sizin sevgiliniz, həyat yoldaşınız, və yaxud gələcək həyat yoldaşınız, və yaxud bir sevgiliniz sizə yaxınlaşıbdır. Tutaq ki, o da en yaşlı, siz də 2 yaşdadırsınız. Siz də sizin sevgiliniz hansını seçərdi? Siz yoxsa Beren Saatı və yaxud Tuğba Büyüküstünü? Səmimi olaq. Bəs niyə siz seçib? Çünki dediyim kimi, az öncə qeyd edim ki, siz cavab yazmışsınız, siz ona müsbətlə açmışsınız, onun münasibətinə, fikirlərinə, o da sizə yazmışdır. Yəni bunun başqa bir səbəbi yoxdur.
Ümumiyyətlə qadının sizə bir söz deyim. Kişiləri xoşbəxt eləmək həqiqətən çox azaddır. Yəqin ki, bu etirafı sizə çox etməyəcək. Çox kişilər etməyəcək. Kişilər istəsəniz belə, istəməsəniz belə sizə xəyanət edilir. Edəcəklər, edibdilər, edə bilərlər. Əgər kimsə etməyibsə, kimsə iddia edirsə etməyibsə, ola bilər. Amma ona ola bilər ki, onun yoldaşı edə bilməyib. Ya fiziki, ya maddi, ya yaraşığı çatmayıb, ya da ki, sizdən qorxub etməyib. Amma edə bilməyib, etməyib yox, edə bilməyib deyil. Bəs kişiləri necə nəzarət saxlamaq? Kişiləri nəzarət saxlamaq çox sadə yolları var. Birincisi, ona sadiq olun. Xəyanət eləmək, kişiliksə o xəyanət bağışlamırlar. İkincisi, çox işdən qarışmayın. Əgər zibrit çıxmayıbsa, hələ yaşamaq mümkündürsə, yaşayıb geçsin. Ondan əmin olun ki, o sizin heç yox ayrılmayacaq. Yəni, kişilər adətdən, əgər sizdə əxlaqi problem yoxsa, ona xəyanətləməmişsinizsə, sizin ayrılmaq fikirləri yoxdur. Yəni, kişilər bir dənə 10 keçməzlər. Yemək pişirmirsinizmi? Kişilər o qədər də problem olmaz. Dava, dalaş, axırabırıya öyrənəsiniz, ya da o qəbul olacaq. Ev təmiz deyil, düzələr. Övladınız olmur, o da düzələr. İşləyirsiniz, düzələr. İşləmirsiniz, o da düzələr. Hamısı düzələr. Bir dənə sadiq olun, çalışın yeməyini vaxtına verin, az çox nə demədən yeməyini vaxtına verin, bir də azmazın azından oynayın, bir də əgər qəblanıb oturmuşsunuzsa, onun o hərəkətlərinə falan fikir verməyin. Çünki o həddə satacaq ki, bir gün sizə deyəcək ki, mən beləyəm, xoşuna gəlir otur, xoşuna gəlmir git. Ondan sonra pərdələr qopacaq və ondan sonra ya məcbur olub, qəblanıb oturacaqsınız, ya da ki, aləmizi dağıdacaqsınız. Kişilərə sinə məsləhətim budur ki, qadınları həqiqətən xoşbəxt etmək mümkündür və nöqtə. Nöqtə bilsin nöqtəsi. C nöqtəsi. Bəli, bəli, bəli. Mənim bugünkü proqramım, bugünkü podkastım bu qədər. Ümid edirəm bəyəndiniz, bəyənmədinizsə də olan budur. Təklif iradınızı kommentlərdə mənə bildirmənizi xahiş edirəm və kanala abunə olmağınızı istəyərdim. Təşəkkürlər, minnətdaram.